Ay kanka harada oradasın? 2 ay düz mən sənə axtarım ya. Nə bilim, Antalya, Paris, Amerika, həftədə bir dənə ölkədəyim, mən gəzirəm. Maşallah, maşallah. Ay kanka, mənə bir məsləhət ver dana. Nə qədər işləyirəm, eşkək kimi işləyirəm. Ortalığa işlə çıxmır dana. Sən mənə bir dənə məsləhət ver ki, mən nətər var olum dana, sənin kimi belə qəşəng imkanlı olum. Bütün ölkələrə gedim, gəzim. Demək, mən də sənin kimi qabaq kasıb idim. Sonra çöldə oynuyordum. Bir qoca nənə var qonşu. Mənə çağırdı, bir dənə alma verdi ki, bunu ye. Düzdür, çox acıydım. O almaya ehtiyacım var idi. Amma onu yemədim. Kasıbçılıq düşüncəsidir. Fikirləşdim ki, bu almadan necə pul əldə edə bilərəm. Apardım o almanı, məşrəfdə satdım. Hər dəfə yadıma düşəndə kövrəldim. Nəysə, o pulla 2 dənə alma aldım. Onu da gətirdim, məşrəfdə satdım. Getdim, 4 dənə alma aldım. Almalara baxırdı, ürəyim gedirdi. Çünki çox acıydım. Amma yenə yemirdim. Apardım o 4 dənə almanı da satdım. 8 dənə alma aldım. Bax belə. Bu beləcə bir həftə davam elədi. Aldım, satdım, aldım, satdım. Bir də gördüm ki, əlimdə bir yeşik alma var. Çox kövrəldim qardaş. Deməli sən o dənə almaları satmaqdan gəldin bu yerə satdın. Yox, sən başın qaçır. Dənə-dənə alma satmaqla adam varlanır. Bir ildən sonra babam rəhmətə getdi. Bütün mirası qaldı ma. Sənin məsləhətinə. Tüydü belə.